Hər kəsə salam uşaqlar, hər vaxtınız xeyir olsun. Yeni bir mövzu izahı ilə qarşınızdayım. Onun öncə qeyd edeyim ki, dərslərimizdə qeydiyyat davam edir. Əgər siz də yeni tədris ili üçün açılacaq qruplara qatılmaq istəyirsinizsə, 070 522 2370 nömrəsinə yaza bilərsiniz. Gəlin başlayaq mövzu izahına. Deməli, ən son tənlikləri keçdik, hətta tənliklər sistemində öyrəndik. Bu dəfə isə bərabərsizlikləri öyrənəcəyik. Uşaqlar, deməli biz tənlikləri ayırd eləməyə bacardıqsa, bərabərsizliklərdə tənliklərə bənzəyir. Yəni həll edilmə üsulları. Sadəcə işarə fərqidir. Deməli tənlikdə bərabərlik işarəsini istifadə edirdik, amma bərabərsizlikdə olan işarələr isə baxın bulardır. Əgər altında xətt varsa, onun da xüsusi mənası olacaq. Mən onu da izah edəcəm. Gəlin hər biri haqqında danışaq. Deməli gəlin birincindən danışaq. 1. Çəkək. Aha, x böyükdür olsun 5-dən. Yəni x 5-dən böyük qiymətlər ala bilər. 6-nı, 7-ni, 8-i, amma 5-i almayacaq. Gəlin onun ədəd oxununu göstərək. Əgər işarənin altında xətt yoxdursa, o zaman biz məsələn ədədi yazdıq 5. Bunun içərisini boş saxlayacağıq. Baxın, belə sadəcə dairələyirik. 5-dən böyük olduğu üçün təbii ki, sağa doğru, sola ucu mənfilər olur da 5-dən kiçiklər. Bu belə. Keçirik ikinciyə. Burada olsun x kiçikdir, mənfi 2-dən. Yenə çəkirəm. Ədəd oxumu. X mənfi 2-dən kiçiklərdirsə nələri ala bilər? Mənfi 3, mənfi 4, mənfi 5 ala bilər. Ona görə əvvəlcə mənfi 2-nin ədəd oxumunda qeyd eləyək. Altında xətt olmadığı üçün, baxın, belə yumruq. Sola doğru. Çünki mənfilər solda yerləşir. Üçüncü. X böyük bərabər 4-dən. Yəni 4-dən böyüklər və bərabərlər hansılardır? 4-ün özü. Bu dəfə uşaqlar 4-ü götürəsiyik. Çünki niyə? Altında xətti var, ona görə. Onda 4-ü yazaq və 4-ü qaralayacağıq. Bayaq hamısında sadəcə yumru elədik. İndi altında xətti olduğu üçün qaraladıq. 4-dən böyüklər olduğu üçün biz də sağ tərəfə doğru çəkirik. Sonra gəlir dördüncüsü. X məsələn kiçik bərabərdir 1-dən. Uşaqlar, gəlin 1-i qeyd eləyək. Amma 1-i qaralayasıyıq. Çünki 1-in altında, baxın, işarənin altında daha doğrusu xətt var. Ona görə qaralayırıq. Yəni 1-in daxil olduğunu göstərməlidir uşaqlar. Əgər daxildirsə qaralayırıq, daxil deyilsə sadəcə yumru eləsəniz kifayətdir. Bunları fərqləndirmək lazımdır axı bir-birindən. 1-dən kiçiklər hansılardır? 0-dır, mənfi 1-dir, mənfi 2-dir. Ona görə də mənfiləri qaralayırsınız. Yəni xətləyirsiniz daha doğrusu. Uşaqlar, indi biz əvvəllər intervalları tanıyırdıq. İndi ona aid gəlin suallar işləyək. Baxaq. Dəftərinizə yazın ki, intervalların, mən həmişə demişəm, yenə deyəcəm, qayda izahına qulaq asan zaman əlinizdə dəftər qələminiz olsun ki, siz həmən qeydləri, bilmədiklərinizi və yaxud da öyrənmək istədiklərinizi qeyd edin dəftərlərinizə. Birləşməsi və kəsməsi. İndi gəlin baxaq. Birinci, məsələn, mənfi 5, 1 arasındadır və mənfi 2, 5 bu parçadır artıq. İkisi də özdə. Kəsişdirəsiyik bunları. Kəsişdirin. Deməli, indi uşaqlar, baxağım bura. Məsələn, mənfi 5, 1. Bunu qeyd eləyəcəyik. Sonra da mənfi 2, 5. Amma bunların hər birinin burada qeyd eləyək. Yəni ikisini də bir yerdə qeyd eləyəcəyik. Eyni ədəd oxunda. Baxın, çəkdim. Ədədləri birinci yazaq. Hələ heç nə eləməyək. Mənfi 5, 1. 1-i yazaq burada. Mənfi 5-i yazaq burada. İkisini də sadəcə yumru eləyirəm. Çünki niyə? Daxil deyil. Baxın, bu daxil deyil işarəsidir. Parça isə, bax bu işarələr isə daxildir işarəsidir. Bilin. Yadınızda saxlayın. Əslində, əvvəl demişdim bunu. Natural ədədlərdə demişəm sizə. Bilməyənlər də gedir, neyidir? Natural ədədlərin video izahını yenidən baxır. İndi keçək. Mənfi 2, 5. Mənfi 2 burada yerləşir. 5 də birdən bu tərəfdədir. İndi ikisini də qaralayırıq. Niyə? Parçada daxil deməkdir. Yazdı. Biri deyir ki, mənfi 5-dən ta 1-ə qədər. Ona görə mən həmən deyiləni yuxarı ilə aparacağım. Baxın, 1-ə qədər. Ona görə buranı qaraladım.
xətlədim daha doğrusu. Mənfi 2-dən 5-ə qədər isə onu da aşağı ilə aparacağım. Deməli, birincini yuxarı ilə, ikincini aşağı ilə aparırıq. Uşaqlar, kəsişmə deyəndə həmən kantlar, bax bu kant xətləri nəzərdə tuturam. Üst-üstə düşdüyü yerlər. Məsələn, baxın bu hissəyə baxıram. Bu hissə yuxarıda kant var, aşağıda yoxdur. Amma bu hissəyə baxın, bu hissəyə kimi aşağıda da var, yuxarıda var. Bu hissə hansı hissədir? Mənfi 2 daxildir hissəsi, 1 daxil deyil hissəsi. Baxın, 1-in yumrudur, mənfi 2 qaralanıb. Ona görə, məsələn, götürüb yazsaz ki, mənfi 2, 1, bu belə, bu səhvdir. Amma belə yazsaz artıq bu düzdür. Çünki niyə elə yazmalısınız? Axı, 1 daxil deyil, baxın, qaralanmayıb içərisi. Ona görə bunu yazmaq məcbur. Cavab da bu olacaq. Cavab. Keçək ikinci sualımıza. Bu da birləşməyə aid olsun. Birləşmədə də belə olsun. Mənfi 2, 5 və ikisini də ayrı-ayrı bir ədəd oxunda aparacağım. 6 müsbət sonsuzluq. Baxın, çəkək. Birinci nə deyir? Deyir ki, mənfi 2, 5 apar. Mənfi 2 burada olsun, 5 də 2 burada yerləşsin. İkisi də qaralanmayacaq. Yumru yəni. Çünki daxil deyil. Keçək 6. 6 5-dən bu tərəfədir. Sonsuzluğu da işarə eləmirik, amma 6-nı qaralıyıq. Bir də yazıda saxlayın ki, uşaqlar, çıxarmayın yadınızdan ki, sonsuzluq olanda bu işarədən istifadə eləmək olmaz. Sonsuzluqda hər zaman bu işarədən istifadə edəcək, interval işarəsindən. İndi deməli, baxırıq nəyə? Mənfi 2, 5 aralığına baxın, bura yuxarı ilə apardım. İkincini aşağı ilə aparacağım. 6 müsbət sonsuzluq. Baxın bura. Yəni ki, birləşmə deyəndə isə həmən kantları, harada kant varsa onların hamısını yazmaq məcburiyyətindəsiniz. Birinci görürsünüz, mənfi 2, 5 arasında kant var. Deməli, mənfi 2, 5-i götürdüm. Bir də nəyə götürəcəm? 6-dan tam müsbət sonsuzluğa kimi də kant görünür. Bunu da götürdüm. 600 də daxildir, parçadır burası. Hə. Və birləşmə çoxluqlarda da öyrənəsik, işarəsi belə olacaq. Mütləq ortalarında belə işarə qoyulmalıdır. Cavab da uşaqlar budur. Baxın. Görün, nə səliqəli yazmışıq. Bu da belə. Keçək nəyə? Bərabərsizliyin xassələrinə. Bu xassələr çox mühümdür uşaqlar. Ona görə diqqətlə baxın. Bərabərsizliyin nə xassələri var? Birinci. Məsələn, A B-dən böyüdürsə, A B-dən böyüdür. Onda B daha kiçik olacaq, B də A-dan kiçik olacaq. Yəni, işarə dəyişəndə hədlərin yeri dəyişmiş olacaq. Tutalım 5 4-dən böyüdürsə, onda 4 5-dən kiçikdir də belə çıxır. Eyni qaydada bunu biz hərflərə tətbiq elədik. İkincisi, A B-dən kiçikdirsə, B A-dan böyük olmuş olacaq. Mən uşaqlara nətər deyirəm, bunu yadınızda saxlayın. Bərabərsin ağzı hansı tərəfə açılıb? Baxın, burada A-ya tərəf açılıb. Həqiqətən yenə A-ya tərəf açıldı. Burada B-yə tərəf açılıb. Burada necə? Yenə də B-yə tərəf açıldı. Xəstəni belə yazıda saxlaya bilərsiniz. Üçüncüsü, əgər A B-dən böyüdürsə, B də C-dən böyüdürsə, belə çıxır ki, burada A ən böyüdür. Və nədən böyüdür özdən? C-dən. B ikisində iştirak elədiyi üçün bunları müqayisə eləmirik. A və C qaldı. Onları müqayisə eləndə görürük ki, A daha böyüdür. Dördüncü xəssəm. Əgər A B-dən kiçikdir, B C-dən kiçikdirsə, onda A da C-dən kiçikdir. Eyni xəssədir, sadəcə işarələr dəyişdi də bir-birini oxşadaraq əzbərləyə bilərsiniz. Beşinci xəssəmiz. Əgər A B-dən böyüdürsə, məsələn 5 4-dən tutalım böyüdür. O zaman siz hər tərəfi istənilən ədədə vura bilərsiniz. Amma bu ədəd mütləq işarəsinə baxılmalıdır. Yəni, müsbət ədədə vurursansa, tutalım A-nı C-yə vuraq, B-ni də C-yə vuraq. Vurduq, hər tərəfi C-yə vurduq. O zaman işarə dəyişmir uşaqlar. Məsələn, 5 4-dən böyüdsə, hər tərəfi 2-yə vuraq. 10 da 8-dən böyüdü. Hər tərəfi 4-ə vuraq. 20 16-dan böyüdü. Məsələn, 4-ə vuranda bunu, 2-yə vuranda. Yəni, müsbət ədədə vurduğum üçün heç bir işarə dəyişikliyi olmayacaq. Amma və lakin mənfi ədədə vuranda, məsələn, A böyüdür B-də, C mənfi ədədə vurursunuz. O zaman A-nı C-yə, B-ni də C-yə vuranda işarə dəyişəcək. Yəni, ortadakı bu işarə artıq kiçikdir işarəsinə çevriləcək.
Məsələn, 5 4-dən böyükdür. Hər tərəfi -1-ə vuraq. Olacaq -5, burada -4. Artıq -5, -4-dən kiçik olmuş olacaq ha uşaqlar. İşarə dəyişdi. Fikir verirsiniz? Bu da belə. Yəni ki, biz bunu qısaca deyirik ki, mənfiyə vuranda və böləndə işarə dəyişir. Yadınızda saxlayın. Mənfiyə vuranda və böləndə işarə dəyişir. 6-cı xəssəm. Məsələn, A B-dən böyükdür. Bunların hər birinin tərsini tapaq. 1 B ola, 1 böl B. Əgər eyni işarəlidirsə, yəni hər ikisi müsbət, hər ikisi mənfidirsə, onun işarə dəyişəcək. Əgər yenə də əkslərini tapaq. Bunlar müxtəlif işarəlidirsə, o zaman eyni işarəli qalacaq. Ədədlər üzərində də bunu yoxlaya bilərsiniz. Məsələn, 5 ilə 4. 5 4-dən böyükdür. Amma 5-də 1 və 4-də 1 deyəndə artıq 4-də 1. Daha böyük fikir verin, işarə dəyişdi. Böyükdən kiçik işarəsinə çevrildi. Yəni, biz əslində xəssənin bir növ doğruluğunu da göstərmiş olduq. 7-ci xəssəni əslində bayaq dedim. Müsbət ədədə böldükdə və yaxud da müsbət ədədə vurduqda. C müsbətə böləndə olur A böl C, B böl C, amma işarə dəyişmir. C mənfiyə böləndə isə olur A böl C, B böl C, amma işarə dəyişir. Görün uşaqlar. Necə maraqlı xəssələrimiz var. Buna aid nümunələr işləyəsi. İndi gəlin baxaq. Məsələn, uşaqlar, tutalım, ədədlər üzərində göstərəcəm hələ ki. Tutalım, sizə deyir ki, 3 kiçikdir 4. Və yaxud da 3 olmasın heç. Məsələn, Y kiçikdir 4. Belə olsun. Birinci. Əgər Y 4-dən kiçikdir, mən deyirəm ki, hər tərəfi 2-yə vuraq. Olacaq 2Y, bu da olacaq 8. 2Y də 8-dən kiçik olmuş olacaq. 3-ə vursuz, 3Y də kiçik olacaq 3 4-ün 12-dən. 5-ə vursuz, 5Y kiçik olacaq 20-dən. Başa düşürsünüz, müsbət edə vurduğunuz üçün işarə dəyişmir. Amma mənfidə də vursaydınız, məsələn, -2-yə vur. O zaman işarə dəyişəcək. Y-i -2-yə vuranda -2Y, 4-ü -2-yə vuranda -8. Bunu yazdınız. Lakin işarə artıq kiçikdirdən böyükdürə keçəcək. Deməli, mənfiyə vuranda işarə dəyişdim. Yadda qalsın. Eyni qaydada böləndə də elə olur. Keçək bərabərsizliyin toplanması. Ən maraqlı budur. Uşaqların ən yadından çıxan dərs də budur. Tez unudurlar bu dərsi. Bərabərsizliyin toplanılması, çıxılması, vurulması, bir də bölünməsi. Bunlar nümunələr də işləyəcəyik, amma birinci gəlin qaydalarını deyək hər birisi haqqında. Uşaqlar, biz nə tip bərabərsizlər keçdik? Məsələn, A böyükdür B, C böyükdür D, A kiçikdir 3, B kiçikdir 5. Bunları keçdik. Bir də var 2 qat bərabərsizliklər. Yəni, burada bir dənə əməldən istifadə olundu. Axı, 2 qat bərabərsizliklər isə adından nə görünüb? 2 dənə olacaq bərabərsizlik işarəsi. Məsələn, tutalım deyir ki, A 5-dən kiçikdir, sənə deyirlər, sözlə deyirlər. Deyirlər ki, A 5-dən kiçikdir, lakin nədən böyükdür? Məsələn, 1-dən böyükdür. Baxın, biz bunu 2 qat bərabərsizlik şəklində yazdıq. A 1-dən həqiqətən böyükdür, həqiqətən də A 5-dən kiçikdir. Yəni, 1-5 aralığında nəsə alır. Bu 2 qat bərabərsizlikdir. Məsələn, belə bir şey yazıblar. B böyükdür 8, kiçikdir 11. Baxın, indi nə başa düşəcəyik burada? 8-dən böyük qiymətlər, yəni B 9 ola bilər, bir də 10 ola bilər. 11-dən də kiçik oldu. Yəni, siz burada B-nin qiymətini tapırsınız. A-dakı nə ola bilər? A 1-dən böyük 2, 3, 5-dən kiçik olduğu üçün bir də 4. Yəni, ikisini də belə həll eləmək mümkündür. Artıq 2 qat bildik nədir? Biz ona görə baxırıq bərabərsizliklərin toplanmasını əməlinə. Baxaq, birinci toplamadan başlayırıq. Toplama necə olacaq uşaqlar? Mən 2 dənə varianta böləcəm. Birinci, A böyükdür B, C böyükdür D. Bunları toplayacağıq. İkinci, X burada artıq 2 qat olsun. Yəni 2 qat bərabərsizliklər üzərində əməlləri də bilməliyik. Çünki düşür. Bir də belə. Sizə də ancaq bu ikisi düşə bilər. İndi gəlin baxaq. Toplayaq. Bilirik ki, işarələr eynidir. Baxın. Eyni yönə doğru açılıb. Sola doğru, belə deyək. O zaman
düzgün yoldasınız. İşarə eyni vəziyyətdədir. Ona görə alt-alta toplaya bilərsiniz. A plus C böyüdür işarəni saxlayırsınız. B plus D. Bu qaldı belə. Bu asandır. Keçək ikinci asandır. Eyni qayda işarələr eyni yöndədir. Sağa doğrudur hamısı. Gedib sağa. Bax, işarə deyəndə bunlardan bəhs edirəm də uşaqlar. İşarələr eynidir. İndi tərəf-tərəfə toplayaq. X topla Y, işarələr qaldı. A topla C, B topla D. Deyəcəksiniz, ay müəllimə, bəs işarələr fərqli olsa necə olacaq? Məsələn, desək ki, A kiçikdir B, C böyüdür D. Onda bunu necə toplayasınız? Uşaqlar, baxın, siz xəstə keçmişdiniz də, bu ayaqları hətta dedim sizin üçün ki, burada bərabərsizliyi gözəl varianta gətirmək olur. Necə olur? Məsələn, əgər A B-dən kiçikdirsə, belə çıxır ki, B A-dan böyüdür. Çünki mən nə demişdim? Bərabərsizin ağzı A tərəf açıb, B-yə tərəf açıbdır. Biz onun yerlərini dəyişə bilərik. Onda C də böyüdür D. İndi eyni vəziyyətdə oldular işarələr. Olacaq B ilə C toplanılacaq artıq, A ilə də D. Yəni, bizim məqsədimiz işarələr eyni yöndə olmalıdır. Baxın, unutmayın. Bəzən uşaqlar unudur bunu. Unutmayın ki, işarənin vəziyyəti, yönü eyni olmalıdır. Keçək çıxmaya. Toplama ilə vurma eynidir, çıxma ilə də bölmənin izahı eynidir. İndi gəlin baxaq çıxmağa. A böyüdür B, C böyüdür D. Çıxma necə olur uşaqlar? Çarpaz şəkildə çıxırsınız. A-nın çarpazında D dayanıb, A çıxdı, işarə qaldı. B-nin çarpazında C dayanıb, B çıxdı. İşarə qaldı uşaqlar, işarə dəyişmir heç bir zaman. İşarə eyni yöndə olmalıdır və dəyişməməlidir. Keçək. İkinciyə. Yenə eyni iki qat bərabərsizlikləri yazıram. Bunları gəlin çıxaq. Bunları çıxanda yenə A-nın çarpazında D dayanıb, A çıxdı. B-nin çarpazında C dayanıb, B çıxdı. Bir də ortada da X çıx Y yazmalısınız. Qutardı. İşarənin yönü eynidir və olduğu kimi də saxlanıldı. Necə idisə elə də saxladım. Heç bir dəyişiklik eləmədim. Bu da çıxmaya aiddir. Sonra uşaqlar vurma. Vurmada uşaqlar verilən ədədlər müsbət olur. A, B, C, D sıfırdan böyük qəbul edək. İndi baxaq, yenə eyni bərabərsizlikləri yazıram. Bu birinci, bu da 2. Gəlin ikisini də vuraq. Deməli, toplamada necə idi? Alt-alta. Vurmada uşaqlar alt-altadır. A, C, işarə qaldı, B, D. A-nın altında C, B-nin altında D idi. Toplamada eyni qayda idi. Sonra X, Y, A-nın altında C, B-nin altında D, işarədə qaldı yerində. Yəni, vurma qardaşdır, yəni dostdur. Nə ilə? Toplama ilə. Vəziyyətləri eyni olur da həll eləmə. Alt-alta. Amma bölmədə və çıxmada isə çarpaz şəkildə olacaq. Keçək indi bölməyə. Bölmə. Məsələn, yenə də burada qeyd eləyək ki, bunlar müsbət ədədlərdir. A böyüdür B, C böyüdür D. Eyni qaydada iki qat bərabərsizliklərimizi də yazaq. Uşaqlar, nə dedim? Bölmədə də çarpaz şəkildə bölürsünüz. A-nı D-yə bölürsünüz. İşarə qaldı. B-ni də C-yə bölürsünüz. Yenə A-nı D-yə bölürsünüz. B-ni C-yə bölürsünüz. İşarədə qaldı uşaqlar. İşarəni dəyişmək olmaz. İşarə eyni yöndə olmalıdır və bölən, toplayan, çıxan zaman, vuran zaman, hər zaman da eyni vəziyyətdə də qalacaq. İndi başlayaq məsələlərimizə. Deməli, birinci sualımız nədir? Deyir ki, A 4 ilə 6-nın arasında bir rəqəmdir. 4-dən böyük, 6-dan kiçikdir. İndi orada deyəcəklər, müəllimə 5-dir. Xeyr, bunların arasında yine natural 5-dir. Biz məsələn 4/1 də ola bilər, 4/2 də, 4/3 də, amma natural desə 5-dir. Yəni bizə hələ ki burada heç bir qiymət istəmir. Qiymət olsa hə 5 deyə bilərsiniz, amma burada götürmək doğru olmaz. İndi sonra və bir də veriblər 7 böyüdür B-dən və B də böyüdür 5-dən.
Belə bir. İndi deyir ki, sizə həm A topla B-ni tapın, həm A vur B-ni tapın. Tapaq da, nə deyirəm? Birincini yazaq 4, kiçikdir A-dan, o da kiçikdir 6-dan yazdıq. Bu tərəfdə də 7, böyükdür B-dən, da böyükdür 5-dən yazdıq. Fikir verirsinizsə, bir işarə sağa doğru gedib birinci. İşarələr sağa gedib. Ağzı sağa açılıb. Amma burada da sola açılıb. Onda səhvlik var burada. Düzəltmək lazımdır. Belə həll eləmək olmaz. Birincini olduğu kimi saxlayaq. Amma ikincini dəyişə bilərik. İkincini necə dəyişərik? B-ni ortada saxlayaq hər zamanki kimi. 5 ilə 7-ni düzəltməliyik. Fikir verirsinizsə, 7-yə açılan, baxın 7 işarə, böyükdür işarəsi 7-yə tərəf açılıb. Ona görə mən də böyükdür işarəsini 7-yə tərəf ağzını açdım. Kiçikdir işarəsi isə, deməli, ağzı B-yə tərəfdir. Ona görə bunun da ağzını B-yə tərəf açdım, yazdım 5. 5 kiçikdir B-dən belə çıxır. Yazdıq uşaqlar. Bunu başa düşməyənlər yorumlarda yazar. Belə tam anlamayanlar üçün də bir qısa şortsa çəkə bilərəm. Amma yenə də burada ətraflı şəkildə izah edeyim. Baxın, işarənin ağzına fikir verməlisiniz. 7 açılan tərəf digər tərəfdə də eyni olmalıdır. Baxın, işarənin ağzı yenə 7-yə tərəfdir. Burada isə işarənin ağzı B-yə tərəfdir. Eyni qaydada burada işarənin ağzı B-yə tərəfdir. Ümid edirəm ki, hamı başa düşdüm. İndi gəlin A ilə B-ni toplayaq. Baxın, burada toplayacaqsınız. Artıq düzəlmiş halı budur. Versiya budur. Toplayağın. 4 ilə 5-i toplayaq. 9. İşarə qaldı. A ilə B-ni toplayağın. Bir də 6 ilə 7-ni toplayağın. 13. 9-dan 13 arasındadır. İndi gəlin vurağın. Vuranda yenə alt-alta vururuq. 4 5-in 20. A, B-nin AB. 6 7-nin də 42. Cavablar bu və bu oldu. Bu da belə, uşaqlar. İndi isə uşaqlar keçək bir dəyişənli xətti bərabərsizliklər dərsinə. Qeyd edim ki, bu mövzuda xəstələri bilmək çox vacibdir. Ümumiyyətlə, hər şey vacibdir, yəni xətti bərabərsizliklərdə, amma ən çox xəstələrdən istifadə olunur. Yəni, onu sizə deyim, mütləq oturursunuz bu xəstələri, baxın, bir də göstərərəm sizin üçün. 7 dənə xəstə olmalıdır. Baxın, 7 xəstənin 7-sini də qəşəng bir şəkildə öyrənirsiniz. Vaxtınızı ayırın, öyrənin. İndi başlayaq. Üzr istəyirəm. Başlayaq bir dəyişənli xəttə bərabərsizliklərim. Uşaqlar, bir dənə adına baxın, bir dəyişənli xətti. Bərabərsiz zaten bilirik necə olur, işarəsindən tanıyırıq. Amma bir dəyişən olacaq və xətti olacaq. İndi, bir dəyişən olmaq, yəni x, y, z deməkdir. Məsələn, bir dənə x olacaq, bir dənə ya y, bir dənə z. Bir dənə iştirak eləməlidir dəyişən. Və xətti, yəni x dərəcəsi 1 olacaq. İndi gəlin, tənliklərdən yadımıza salaq. Bir dəyişənli tənlik necə olurdu? Ax plus b bərabərdir 0 olanda tənlik, amma böyükdür 0, ya kiçikdir 0, böyük bərabərdir 0, kiçik bərabərdir 0 olanda isə olur bərabərsizlik. Bu şəklində olan bərabərsizlikləri biz xətti bərabərsizliklər deyirik. Və məqsədimiz tənlikdə olduğu kimi x-i təkləməkdir uşaqlar, x-i tapmaqdır. Yəni, əslində tənlik o qədər oxşuyur ki, sadəcə işarə fərqi var da, burada bərabərsizlik işarəsini istifadə edəcək, bir də xəstələr var. Tənlikdə xəstə yox idi, amma burada xəstələrdən istifadə edirik. İndi başlayağın, bir dənə bir dəyişənli xətti bərabərsizlik yazaq, görək necə asandır. Məsələn, -3x plus 6 bərabərdir olanda tənlik, amma böyükdür məsələn olanda artıq olur bərabərsizlik. Bunu necə həll edirik? Bir tənlik kimi yanaşırıq. Tənliyi necə həll edərdik? Əminəm ki, oradan hamı deyir ki, müəlliməm, birinci -3x-i tapardıq. Necə tapırıq? 18-dən 6-nı çıxarıq. İşarə saxlanıldı, çünki heç bir xəstədən istifadə eləmədiyimiz üçün işarədə dəyişiklik olmur. 18 çıx 6. -3x olacaq, kiçikdir. 18-dən 6-nı çıxanda 12. İndi deyəcəksiniz ki, x-i təkləmək üçün -3x-ə vuranda 12. Deməli, hər tərəfi nəyə bölürük? -3-ə böl. Uşaqlar, tənlik olsaydı rahat bölərdiniz. Amma bərabərsizlik olduğu üçün burada xəstəni yadımıza salırıq. Mənfədə bölən zaman işarə dəyişir. -3x-i -3-ə böləndə x
12-ni -3-ə böləndə -4. Lakin işarə artıq böyükdürdən kiçikdirə keçir. Çünki niyə? Siz mənfiyə böldünüz deyə. Ona görə işarə dəyişir. Yəni x -4-dən kiçiklər olacaq. Olacaq nə? Məsələn, natural ədədlər deyəcəm. Tutalım. -4, -5, natural deyəndə tam ədədlər. -4-dən kiçiklər, məsələn, -4, -5, -6 olsun. Rasional ədədlərdən, məsələn, -9,5 belə də ola bilər. İndi gəlin onu ədəd oxunda göstərək. -4 burada yerləşir. -4 daxil deyil olduğu üçün sadəcə dairələyirəm. -4-dən kiçiklər uşaqlar. Kiçiklər olduğu üçün bu tərəf mənfilərə doğru, böyüklər olduğu üçün müsbətlərə. Baxın, bura mənfi sonsuzluq tərəfimizdir. Bura müsbət sonsuzluq. Bizə də lazımdır kantladığımız hissə. Kantladığımız hissə haradır? Mənfi sonsuzluqdan ta ki -4-ə qədər. Cavab olaraq da bunu qəbul edəcəksiniz. Tardır. Və yaxud da x -4-dən kiçikdir və yaxud da yəni mənfi sonsuzluq -4-ü ala bilir. Belə. Uşaqlar, eyni güclü tənliklər necə edim? Həm də biraz təkrar məqsədli, çünki oxşuyur bu mövzular bir-birinə. Həllər çoxluğu eyni olan idi. Eyni qaydada eyni güclü bərabərsizliklə həllər çoxluğu eyni olan bərabərsizlə deyilir. Həlləri olmayan bərabərsizliklər də eyni güclüdür. Yəni həlli yoxdursa, yenə də eyni güclüdür. Çünki ikisinin də həlli yoxdur. İkisinin də ortaq həlli həllinin olmamağıdır, boş çoxluqdur. Bu da eyni güclü sayılır. Neysə silmədim ki. Bu da belə. Gəlin bir dənə də misala baxalım. Misal. Deyir 5 vurulsun x minus 2 plus 12 böyük bərabərdir. 7 çıxılsın 3x plus 12. Mən uşaqlara deyirəm ki, bərabərsizlik həll edən zaman bu işarəyə ümumiyyətlə baxmayın. Bu işarəsiz necə həll edərsiniz? Bir növ tənliyə oxşadaraq. Açarsınız da 5x minus 10 plus 12 işarəni saxlayaq. Yenə də bax, işim yoxdur bundan. Keçirəm o biri tərəfə. 7 çıxılsın, mötərizəni açaram. 3x minus 12. Yenə işarə ilə işim olmayacaq. Yazacağım ki 5x-dan çıxırıq 10 plus 12. Eləyir ki, -10 plus 12, yəni 5x plus 2. Yeni işarəni saxlayıram. Bundan işim yoxdur. Sonra keçək bu tərəfdə olacaq 7 çıx 12 -5. -5 çıxılsın 3x. Hə, indi burada qaldım. Sonra deyəcəksiniz ki, ay müəllim, bir növ tənlik kimi həll olunur da bu mövzu, bərabərsizliklə. Və necə həll edirdik? Ədədlər bir tərəfə yığılırdı, dəyişənlər bir tərəfə. Yenə işarə ilə mənim işim yoxdur. Ədədləri bir tərəfə, dəyişənləri bir tərəfə yığaq. 5x-ı, -3x-ı sola keçirəndə oldu müsbət 3x. İşarəni y-yə saxlayırsınız. Mənim işarə ilə hələ heç bir işim olmayıb, çünki xassədən istifadə etməmişəm. -5-in yanına da müsbət 2-ni aparanda artıq -2-yə çevrilir. İndi həll edək ki, 8x, burada da -7. Yenə işarəni saxlayırsınız. İşarə ilə işim yoxdur uşaqlar. Hə, indi baxaq. X-i tapmaq üçün hər tərəfi 8-ə böləcəksiniz. Müsbət ədədə böldüyüm üçün xəstə nə deyir? İşarəni dəyişmə deyir. 8x-i 8-ə böləndə x, -7-ni 8-ə böləndə -7 böl 8. Böldüyüm ədəd müsbət olduğu üçün işarə dəyişmədim. Deməli, -8-də 7-dən müsbətlər, yəni böyükləri alır. Bu da o deməkdir ki, -8-də 7-nin özündə alır. Çünki niyə özünü alır? Altında xətti var işarənin. Və ondan böyüklərini, yəni böyük deyəndə müsbət sonsuzluq nəzərdə tutulur. Kiçiklər mənfi sonsuzluq deməkdir. Bu da belə. Yəni dediyim kimi burada tənlik kimi həll edirsiniz. Sadəcə ən sonlarda artıq biz nə edirik? Xəstələri yadımıza salırıq. Bu da belə uşaqlar. Bu bir dəyişənli xətti bərabərsizlikləri də tənliklər kimi həll olundu. Bir də var xətti bərabərsizliklər sistemi. Bu da elə sistemi oxşuyur. Bizim əvvəl tənliklərdə keçdiyimiz xətti bərabərsizliklər sistemi. Yazım. Məsələn, 2 dənə xətti bərabərsizlik götürəcəm. Birinci olsun A1x plus B1 böyüdür 0.
A2x plus B2 bu da böyüdür 0. Bu şəkildə olan bərabərsizliklərə xətti bərabərsizlər sistemi deyilir. Niyə sistem deyilir? Çünki 2 dənədir də. Ona görə 3 dənə də olsa sistemdir, 4 dənə də sistem olması üçün tənliyin sayı çox olmalıdır. Sistem işarəsi də baxın uşaqlar budur. Hətta silim. Onu daha gözəl çəkim. Baxın, bu sistem işarəsi deməkdir. Sistemi həll eləmək üçün hər bir bərabərsizlik ayrı-ayrılıqda həll edilir. Bunu da ayrı həllini tapacaqsınız. Bunu da ayrı həllini tapacaqsın və o həllər kəsişdiriləcək. Kəsişməyində mən bayaqları keçmişdim. İntervallar necə kəsişdirilir? Ondan istifadə edəcəksiniz. Kəsişdirilir. Deməli, düzgün yazaq sözləri. Bu da belə. Məsələn, gəlin 2 dənə qaydada, yəni üsuldur da, ayrı-ayrı həll eləmə və kəsişdirilmə. Başqa heç bir şey istifadə etmirsiniz. Başlayaq. Birinci məsələ. Tənliyimizi yazaq. Üzr istəyirəm, bərabərsizliyimizi yazaq. X plus 3 böyüdür 4. Eyni qaydada 3 minus 2x böyükdür -17. 2 dənə bərabərsizlik yazdım. Eyni anda yazdığım üçün sistemi aldım və həllərini tapmalıyam. Uşaqlar, hər birini ayrı-ayrılıqda həll edirəm. Cümləyə baxın, yuxarını həll edək. X 4-dən 3-ü çıxmalısınız. Qalacaq 1 və işarədə dəyişmir. Yazdıq. Keçir aşağıda. Nə edirik? 2x-i, hətta -2x-i tapırıq. -2x-i tapmaq üçün -17-dən çıxırlar 3-ü. Burada nə qaldı? -20. Hər tərəfdə nəyə bölək? Dəqiqə, buradan yazaq. Birincini köçürək. İkincinin hər tərəfini -2-yə bölək. Niyə -2-yə bölürəm? Çünki x-i tapmalıyam axı. Birincidə x tapılıb artıq. 1-dən böyükdür. Amma burada x tapılmıyor. -2-yə bölürəm. -2x-i -2-yə böləndə x, -20-ni -2-yə böləndə -10. Lakin mənfi ədədə böldüyüm üçün işarə dəyişir. Artıq kiçikdirə çevrilir. Böyüdür idi, indi oldu kiçikdir. Bərabərsizliklər hər biri ayrılıqda həll edildi. İndi bunlar kəsişdirilməlidir. Kəsişdirmək üçün mən yenə ədəd oxuma çəkirəm. 1-i qeyd edirəm və -10-u qeyd edirəm. Deməli, 1 qaralanmır, -10 da qaralanmır. Birinci bərabərsizliyi yuxarı ilə aparacağım. X 1-dən böyüdür. 1-dən böyülər, yəni müsbətə doğru gedir. O birində isə uşaqlar, biz -10 niyə yazmışıq? Bura müsbət 10 olmalı deyə. Yaxşı tutduq səhvimizi. -20-ni -2-yə böləndə müsbət 10 olur. Ona görə gəlin bunu silək. Müsbət 10-dan 1 yazaq. Buranı silək. Qaldığımız yerdən davam edək. Nə deyir? X 1-dən böyükdür. Bayaqki kimi. Yəni müsbətlərə doğru gedir. Yuxarı ilə apardım. X kiçikdir ondan. X ondan kiçikdirsə mənfilərə doğru gedir. Onu da aşağı ilə mənfilərə gedir. Baxın, qaraladım. Kəsişdirmə deyəndə yaşıl kantla qara kant üst-üstə düşməlidir. Harada? Yəni ki, hamı görür ki, baxın, bu hissədə üst-üstə düşüb. O hissə haradır? Cavab 1 və 10 aralığı. Yazdıq. Uşaqlar, bir dənə də qeyd edirəm ki, burada niyə -10 olmadı, 10 oldu? Çünki -20-ni -2-yə böləndə müsbət 10 olur. Mən bilmirəm, onu niyəsə elə yazmışdıq. Olar bilər ki, gözümüzdən qaçıb. Bu da belə uşaqlar. Yəni cavabımız da bu oldu. İndi bir dənə qeyd deyəcəm. Bu qeydi mütləq yazırsınız. Qeydimiz nədir? Uşaqlar, bəzən sizə bu şəkildə verməyəcək. Deməyəcək ki, bu bərabərsizlik sistemini həll elə. Deməyəcək. Sizə deyəcək ki, bu bərabərsizliyi və bu bərabərsizliyi həll elə. Orada siz və bağlayıcısını görsəz, və bağlayıcısı bu sistem anlamına gələcək. Yəni siz o 2 dənə bərabərsizliyi mütləq sistemə almalısınız. Niyə sistemə almalısınız? Çünki orada və bağlayıcısı keçib. Və bağlayıcısı istifadə olunarsa məsələdə, o zaman sistemdən istifadə edəcəksən. Sistem istifadə et. Bu qədər sadə. Deməli, sistemi keçdik. Sistemdə nə edirdik? Hər bir bərabərsizlik ayrı-ayrılıqda həll olunurdu və kəsişdirilirdi.
İndi keçək xətti bərabərsizliklər heyətim. Xətti bərabərsizliklər heyətim. Heyət nədir? Uşaqlar, sistemin işarəsi belə idi, amma heyətin işarəsi baxın belə bir işarədir. Eyni qaydada həmən bərabərsizlikləri köçürdürəm. Sadəcə uşaqlar, bunların tək fərqi, bu iki mövzunun tək fərqi işarə fərqləridir. Bir də həll olunma fərqləridir təbii ki, amma görünüş cəhətdən eyni tənliklər olacaq. Mən hardan biləcəm bu heyətdir, mən necə həll edim, sistemdə necə həll edim? İşarəsindən. Baxın, heyət bunu görsəz, heyətin yolu ilə gedəcəksiniz. Bunu görsəz, sistemin həll edilmə yolu ilə gedəcəksiniz. Necə həll edilir bu heyət? Hər bir ayrı-ayrılıqda həll edilir, bayaqki kimi. Lakin alınan həllər, 2 dənə həll alacaqsınız, yuxarıda və aşağıda. Bu həllər birləşdirilir. Birləşdir. Qeyd eləyək, bir də ayrı-ayrılıqda həll ediləcək, bayaqki kimi və alınan həllər artıq birləşdiriləcək. Heyətin mənası birləşdirmək olacaq, sistemin mənası kəsişdirmək. Belə yazıda saxlayın. Başlayaq, bir dənə heyət götürək. Məsələn, belə olsun. X minus 1 böyük bərabər 4, x plus 1 kiçikdir 2. Yuxarıdakını həll edək birinci, sonra aşağıya keçək. Birinci x-i tapaq. X 4 plus 1, 5, işarə dəyişmir uşaqlar. X 2 minus, bu mənfi 2 olsun özdə. Biraz da mənfilər olsun. Mənfi 2 olduğu üçün artıq mənfi 2-dən 1 çıxsaydı, mənfi 3 işarədə dəyişmir. 2 dənə bərabərsi ayrı-ayrıda həll edildi. İndi gəlin bunları ədəd oxunda göstərək. Biri mənfi 3, biri də 5. Mənfi 3 qaralanmır dairə. 5 isə qaralandığı üçün. İndi birincini yuxarı ilə aparırıq, yenə ikincini aşağı ilə. X 5-dən böyüdür. Baxın, belə gedir. Müsbətlərə doğru. O birində x mənfi 3-dən kiçikdir. Mənfilərə doğru. 2 dənə bərabərsizlik alındı və bu bərabərsizlər necə birləşdirilir? Kantların hamısı yazılmalıdır. Birinci kant mənfi sonsuzluq, mənfi 3, birləş, ikinci kant 5 müsbət sonsuzluq. Lakin burada 5 mütləq, baxın, belə işarə, parça işarəsi olmalıdır. Çünki 5 daxildir, qaralanıb içi. Boş olsaydı, içi boş olsaydı, baxın, belə, onda istifadə etməzdik. Silib pozuram. Bu da belə uşaqlar. Bundan sonra gələcək mövzular olacaq. Kvadrat bərabərsizliklər, rasional, modul. Bunların isə izahlarına inşallah gələn dərs başlayacağıq. İstəmirəm video uzun olsun, çünki uzun olanda sıxılırsınız. Həm də yəni hissələrə böləndə daha maraqlı olur. Belə. Həm video qısa olur, həm də rahat baxa bilirsiniz. Belə uşaqlar, inşallah gələn mövzularda görüşənədək özünüzə yaxşı baxın. Xudahafiz.